Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakı Dövlət Universitetinin tələbəsi vəfat edib. Xəbər verilir ki, bu barədə universitet məlumat yayıb. Qeyd olunub ki, universitetin Tarix Fakültəsinin tarix müəllimliyi ixtisası üzrə 3-cü kurs tələbəsi Nərmin Hikmət qızı Kərimova dünyasını dəyişib. Allah rəhmət eləsin, yaxınlarının əzlərinə səbir diləyirik. Bakının Nərimanov rayonunda Azadlıq prospekti 114 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsinin fəaliyyətə başlayacağı deyilən obyekt ətrafında sakinlərlə sahibkar arasında narazılıq yaranıb. Xəbər verilir ki, binada yaşayanların sözlərinə görə obyektin ön hissəsində əlavə qovurağın yerləşdirilməsi və tikinti işlərinin aparılması onların gündəlik narahatlığına mane olur. Sakinlər xüsusilə avtomobillərin saxlanılması ilə bağlı problemlərin yarandığını bildirirlər. Şikayətçilərdən biri olan Tofiq Qurbanov qeyd edib ki, əraziyə dəmir konstruksiya quraşdırılıb, lakin sakinlərin etirazından sonra həmin hissə sökülüb. O, həmçinin bildirib ki, sakinlərə maşınlarını park etməyə icazə verilmədiyi halda obyekt əməkdaşları nəqliyyat vasitələrini yaşıllıq sahəsində saxlayırlar. Məsələ ilə bağlı obyekt nümayəndələri isə iddialara razılaşmayıblar. Onların sözlərinə görə söhbət binanın həyətindən deyil, yol kənarında yerləşən və obyektə aid olan hissədən gedir. Bildirilib ki, burada yalnız kiçik kofe məkanı fəaliyyət göstərəcək və ərazidə restoran və ya gecə klubu açılması planlaşdırılmır. Həmçinin qeyd edilib ki, yay mövsümündə açıq havada xidmət göstərilməsi üçün bir neçə masa yerləşdirilməsi nəzərdə tutulur və bu qanunvericiliyə uyğundur. Onların iddiasına görə ərazi əvvəllər baxımsız və çirkli vəziyyətdə olub, sonradan təmizlənərək abadlaşdırılıb.